Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Assalamu alaikum ve rahmatullahi ve berekatuh. Allah Ta'ala'nın xalışı bilen dersimizni davamlaştırımız. 25-ci hərf nun hərfi. Nun hərfinin yalğız tuğanda yazılışı bu görünüşlü boldu. Sözünün beşide söz oturisi, söz ahırda muşu görünüşlerde yazıldı. Nun hərfini hərəkətlər bilen oquyduğan bolsaq, nun hərfi inç hərflərinin qatarından bolup, onu biz oquganda inç qılıb oquymiz. Birincisi nə. İkinci kəsra bilen oquyduğan bolsaq, ni boldu. Üçüncü damma bilen oquyduğan bolsaq, nu boldu. Nə, ni, nu. 26-cı hərf hə hərfi. Hə hərfini aytqan vaqtimizda içimizdən çıxıb kelayotgan havani hech bir arlıqda mana boğazımızda bolsun yoki ağız boşluğida bolsun qismasdan hech qanday bir to'salg'iga uchratmay ichimizga havoni aniq qilib teshig'i chiqirmiz. Shu chaqda ha degan harf chiqdi. Uning yolg'iz tuğanda yozilishi bu ko'rinishda bo'ldi. So'zning beshi, so'z o'tirisi va so'z oxirida mushu ko'rinishlarda yozildi. Ha harfini harakatlar bilan o'qiydigan bo'lsak, ha harfimi inch harflarning qatoridan, shu sababni biz inch qilib o'qiymiz. Birinchi fatha bilan o'qiymiz. O'qiganda ha bo'ldi. İkinci kəsra bilen oquymiz. Oqıgan vaqtimizda he boldu. Üçüncü damma bilen oquymiz. Oqıgan vaqtimizda hu boldu. Ha, hi, hu. 27-ci hərf vav hərfi. Vav hərfinin yalğız tuğan yazılışı bu görünüşdə söz beşi, söz oturisi və söz axırda muşu görünüşlərdə yazıldı. Vav hərfini hərəkətlər bilen oquyduğan bolsaq, birinci fətha bilen oquymiz. Vav hərfinin üstüge fathani berimiz ve o'qigan vaqtimizda va deb o'qiymiz. Kasra bilan o'qiymiz, kasra belgisini qo'yamiz va o'qigan vaqtimizda vi deb o'qiymiz. Uchinchi damma bilan o'qiymiz, o'qigan vaqtimizda u deb o'qiymiz. Va, vi, vu. 28-ci hərf yay hərfi. Yay hərfinin yalğız tuğan yazılışı bu görünüşdə sözün beşi, söz oturisi və söz axırda muşu görünüşlərdə yazıldı. Yay hərfi inç hərflərinin qatarıdan, şu səbəbdən hərəkətlər bilan oqıgan vaqtimizda inç qılıb oquymiz. Birinci fətha bilan oquymiz. Ya deb oquymiz. İkinci kəsra belgisini qoymiz və oqıgan vaqtimizda yi deb oquymiz. Üçüncü damma bilan oquymiz. Oqıgan vaqtimizda yu deb oquymiz. Ya, yi, yu. Biz bugun arab tili alfabetidagi barliq hərflər bilan tanışıb bolduq. Allah Taala xalsa keyingi dərsimizdə məşu hərflər bilan sözlerini kurab ve şu sözlerini okuşunu öğrendiğin bolumuz. Allah Taala barçamızga faydalı ilim versin. Məşu elvatqan ilimlerimizge bereket versin.